salamladılar. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə xoş gəlmisiniz. Bugün sizi İnnovasiya Mərkəzinin açılışında görməkdən böyük məmnunluq duyuruq. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub. Açılış mərasimində qeyd olunub ki, mərkəz tələbələrin kreativ düşüncəsini dəstəkləmək, startap ekosistemini gücləndirmək və elmi-texniki layihələrin həyata keçirilməsi üçün yeni imkanlar yaradacaq. Burada gənclər innovativ ideyalarını reallığa çevirmək üçün həm peşəkar mentor dəstəyi, həm də texniki resurslarla təmin olunacaqlar. Birinci hissədə tələbələr öz dizaynlarını edirlər, öz məhsullarını dizaynlarını edirlər. Burada onlar üçün müxtəlif softwarelərdən istifadə etmək üçün bir laboratoriya mövcuddur. Ondan sonra həmin o prototipləri çap etmək üçün ayrıca bir mexaniki hissələrin hazırlanması laboratoriyası mövcuddur. Daha sonra isə həmin o mexaniki məhsulun üzərində müxtəlif elektrik, elektronika işlərinin görülməsi də üçün də ayrıca 10 laboratoriya təsis edilmişdir. Bugünkü günə qədər Azərbaycan İnnovasiya Mərkəzinin Bakı şəhərində müəyyən mərkəzi formalaşmışdır, artıq fəaliyyət göstərir, bir ildən artıqdır ki, və eyni zamanda bu təhsil müəssisəsində də növbəti mərkəzimizi formalaşdırmışıq və eyni zamanda Sumqayıt şəhərində və Naxçıvan Dövlət Universitetinin nəzdində də müvafiq innovasiya mərkəzləri fəaliyyət göstərir və növbəti qısa müddətli dövrdə də bunun innovasiya mərkəzinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işləri aparılır.